Ona bircə dəfə sarılmaq üçün öz həyatımı verərəm. Röya Ayxan canlı efirdə göz yaşlarına boğuldu. Xalq artisti Röya Ayxan rəngarəng verilişində duyğusal anlar yaşayıb. Ölkə Az xəbər verir ki, proqram zamanı sənətçiyə süni intellektlə hazırlanmış atasının görüntüsü təqdim olunub. Ekranda atası Yaqub Nəcəfovun canlandırılmış videosunu görən Röya göz yaşlarını saxlaya bilməyib və efirdəcə ağlamağa başlayıb. Videonu izləyərkən uşaq kimi kövrələn sənətçi ata həsrətini belə ifadə edib. Ona bircə dəfə sarılmaq üçün öz həyatımı verərəm. Bu sözləri ilə sənətçi ata itkisinin onun üçün necə dərin bir yaraya çevrildiyini bütün tamaşaçılara hiss etdirib. Proqramın aparıcısı və oradakı qonaqlar da Röyanın bu halına biganə qalmayıb, onu sakitləşdirməyə çalışıblar. Qeyd edək ki, Röya Ayxanın atası Yaqub Nəcəfov 2022-ci ilin avqust ayında dünyasını dəyişib. Sənətçi atasına çox bağlı olduğunu tez-tez müsahibələrində dilə gətirir və onun yoxluğunu dərin kədər hissi ilə xatırlayır. Canlı efirdə yaşanan bu duyğusal anlar sosial şəbəkələrdə də böyük rezonans doğurub. İzləyicilər Röyanın hisslərinə şərik olub, ona dəstək mesajları ünvanlayıblar.